Allah iti yarattı ve söyledi. Bütün günü kapının ağzında otur ve yanından geçen herkese hür. Bunun için sana 20 yıl ömür vereceğim. İt cevap verir. 20 yıl çoxdur. Belki mənə cəmi 10 il ömür verəsən, qalan 10 ilini sənə qaytararam. Allah razılaşdı. Sonra Allah meymunu yarattı ve söyledi. Hokkabazlıq et ve insanları eğlendir. Bunun için sana 20 yıl ömür vereceğim. 20 yıl insanları eğlendirmek bir növ böyük şoudur. İcazə ver, 10 il sənə geri verim. Allah yine razılaşdı. Bundan sonra Allah ineği yarattı ve söyledi. Sen tarlaya gitmelisin ve kızmar güneş altında milçəklərdən, böcəklərdən əziyyət çəkməlisən ki, əkinciyə süd verip ailesini dolandırasan. Bunun için sana 60 yıl ömür vereceğim. Bu 60 yıl ağır həyatdır. Belki 20 ili mənə verəsən. Qalan 40 ilini sənə qaytararam. Allah yine razılaşdı. Sonra Allah insanı yarattı ve söyledi. Ye, yat, oyna, evlen ve hayattan zövq al. Bunu etmək üçün sənə 20 il vaxt verirəm. Ama insan dedi. Cəmi 20 il, mənim 20 ilimə o inəyin 40 ilini, meymunun 10 ilini, itin 10 ilini də əlavə et. 80 il olar. Allah razılaşdı. Beləliklə, ilk 20 il ərzində biz yeyirik, yatırıq, oynayırıq və həyatdan həzz alırıq. Sonraki 40 ilimizi ailəmizi dolandırmaq üçün qızmar güneş altında işləməklə, sonra 10 ilimizi nəvələrimizə əyləndirməklə, son 10 ilimizi isə qapının ağzında oturub yoldan keçən hər kəsə hürməklə keçiririk. Həyatın mənası belə verilmişdi.